Neçə gün öncəyə qədər Azərbaycanda, xüsusilə də Bakıda hava şəraiti, isti hava şəraiti hökm sürürdü, amma dekabr ayından isə daha çox yağıntılı hava müşahidə olunur. Bəs ilin sonuna qədər Bakıya qar yağacaqmı sualının cavabını axtarırıqsa, ilk qarın elə 2026-cı ilin fevral ayının 15-i, 16-sı, 18, 19, 20 və 22-ci tarixlərində yağacağı proqnozlaşdırılır və belə bir sual ortaya çıxır ki, Bakı qışa hazırdırmı? Və telefon bağlantısında Azəristiliyi Təchizat Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqədar sektorunun rəisi Elvin Basqallıdır. Elvin bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, hörmətli həmkarlar. Xoş gördük siz Elvin bəy. Elvin bəy, Bakı qışa hazırdırmı? Həm Bakı, həm də Azəristiliyi Təchizat Açıq Səhmdar Cəmiyyətinin balansında olan qazanxanaların mövcud olduğu bütün rayon və şəhərlərimiz qışa, belə demək mümkünsə sərt qışa tam hazırdır. Çünki bizdə ümumiyyətlə payız qış mövsümü noyabrın 15-dən bütün ümumi respublika üzrə başlayır və mövcud bütün qazanxanalar, 550 qazanxana hamısı işə düşüb. Təbii ki, iş olan yerdə problem də olur, hansısa bir kiçik qəzalar və yaxud da problemlər mövcud olursa belə 956-012-956 qaynar xəttimizə edilən müraciətlərə 24 saat ərzində dərhal reaksiya verilir. Mənzil daxili, bina daxili və yaxud da hər hansısa bir xətlə bağlı problem varsa dərhal da aradan qaldırılır. Yəni qış mövsümünə, daha sərt qış mövsümünə də tam hazırıq. Təşəkkür edirik Elvin bəy ətraflı məlumat üçün.